Alt paltarı qaydaları. Uşağa şəxsi sərhədləri öyrədirik. Alt paltarı qaydaları və ya tuman qaydaları. Alt paltarının altında gizlədilən bədən hissələri var ki, adətən onları geyinmə örtmək qəbul olunub. Heç kim onlara baxmamalı və ya toxunmamalıdır, valideynlər və həkim istisna olmaqla. Xüsusi hallarda uşağa kiçik yaşlarından düzgün terminologiyanı öyrədin. Vulva, vajina, penis, skrotum. Bu məqsədlər üçün hər şeyin sadə və aydın sözlərlə, sxematik şəkillərlə izah olunduğu gözəl uşaq kitabları var. Amma cinsiyyət orqanlarının gülməli və qəribə adlarının arxasında utanc gizlənir. Uşaqlar bunu çox yaxşı hiss edirlər və təhlükə zamanı nəsə baş versə, valideynlərinə danışmaqdan qorxa bilərlər. Uşaqla nə qədər açıq və birbaşa dialoq qursanız, nəsə düzgün getməsə, sizə kömək üçün müraciət etməsi bir o qədər asan olacaq. Uşaq artıq ana və atadan başqa biri ilə ünsiyyət qurmağa hazır olduqda, onu yaxınlıq dairələri ilə tanış etmək vacibdir. Onunla birlikdə çəkməyə başlayın və hər bir dairənin nə demək olduğunu izah edin. Ən yaxın insanlar, qohumlar, dostlar, qonşular, yad adamlar. İzah edin ki, onlardan kimə, hansı dərəcədə və niyə etibar etmək olar, kimə isə etibar etmək olmaz. Mütləq deyin ki, böyüklərin uşaqlarla heç bir sirri olmamalıdır. Əgər bir böyük səndən sirr saxlamağını istəyirsən, mütləq bu barədə anana və ya atana de.